Muhammed ve Ali Muhammed'e salavat zikredin. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İmam Zaman aleyhissalatu ve selamın selametliliğine, zuhurunun tezleşmesine sayesinde rehber-i muazzam ve sair meraziin selametliliklerine salavat zikredin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir-birimizin selametliyimizə, ölənlərimiz ruhuna, xüsusilə dünyadan köçən valideynlərin, seyyidlərin, bədvaris, bivarislərin ruhlarına salavat zikredin. Allahümme Salli ala Muhammed ve Ali Muhammed ve accil faraca. Bismillahirrahmanirrahim. Elhamdü ve thana'u lillahi rabbil alemin ve sallallahu ala rasulihil amin ve alihil meyamin ve la'nu ala a'daihim ecma'in ila yevmiddin amma ba'd. Şeyxana üzr istəyirəm. İnşallah çox vaxtınızı almaram. Bir-iki saat Allahın köməkliyi ilə bir 5-10 dənə hədis oxuyarıq, ya oxumarıq. Təvəkkül Allah. Yadınıza gəlirsə mövzumuz mübarək Rəcəb ayından qabaq kibir barədə idi, təkəbbürlük barədə idi. Ki Quranda və hədislərdə təkəbbürlük. Quranda təkəbbürlük barədə olan bəzi ayələri Allahın inayəti ilə oxuduq və nəticəsi bu oldu ki, təkəbbürlük insanı kafir eləyər. Elə bizim loru dilimizdə. Və ayəsində oxuduq ki, İblis təkəbbürlük elədi deyə kafir oldu. Əba və stəkbərə və kənə minəl kafirin. Təkəbbürlük yüzündən oldu kafir, yəni birbaşa Allahın üzünə qayıtdı. Ayələrini oxumuşduq bir neçə dənə və bir neçə məclis. İndi inşallah Allah ömür versə, bir neçə məclisdə təkəbbürlüyün hədisdə olan nişanələrinə işarə eləyir. Ondan sonra da onun Allahın inayəti ilə başqa tərəflərinə Allah inayət eləsə işarə eləyərik. Hədis-i qudsu da Allah-u Teala buyurur. Bilirsiniz də hədis-i qudsu nədir? Allahın sözüdür, Quranda olmayan. Allah-u Teala buyurur ki, kibir, yəni bizim bildiyimiz loru təkəbbürlük mənim örtüyümdür. Kim bunu ilə, bu örtü ilə bağlı, məni ilə üz-üzə gəlsə, yəni bu örtüyü, hətta o belə loru dildə anlamda deyərlər, əba. O hədisi tərcümə edəndə deyərlər, məcazi mənalıdır. Allah deyir ki, kibir mənim əbamdır. Deyir, bu əbanı məndən başqa kimsə çiyninə atmaq istəsə, Allah buyurur ki, mən çəkinmədən onu cəhənnəmə atarım. Çünki icazə vermirəm kimsə özün böyük görsün. Allahın qanunu da şah sağ olsun. Xilqətin qanunu budur ki, insan özün görməsin. Yaradan deyir ki, belə olsun. Kim də əksinə gedəcəksə, təbii ki, ziyan edəcək də. Yəni, bizi icad eləyən varlıq ki, Allahdır və Xaliqdir, deyir ki, bu sənə ziyandır. Əgər bunu ilə işləsən, bunu ilə yaşasın, xarab olacaqsan. İndi texnologiya dövründə bu şeyləri adam daha rahat başa düşür də. Dizel motora benzin töküb sürə bilərsiniz, qardaşlar? Yox. Benzin motoru da dizel töküb sürə bilmərsiniz. Niyə? O maşını icad eləyən o sistemi elə qurub ki, onun dediyinin əksin töksün, motor vuracaq. Maşın olacaq xarab. Allah bizim insanlıq sistemimizi, xamırımızı bir cür yoğurub ki, deyir ki, bura bundan qaçsın, qıcqıracaqsın. Xarab olacaqsın. Deyir, bu mənimdir. Böyücülük deyir, mənimdir.
Özü də vəsf olunmayan formada ya. Yəni Allahın böyüklüyü biz bilmirik ki, o Usul-u Kafidə var, bir nəfər gəldi İmam Sadiq əleyhissalamın huzuruna, ərz elədi ki, Yəbnə Rasulillah, Peyğəmbərin gözəl balası, bu ki deyirik Allahu Ekber, Allah böyükdür. Necə böyükdür? Eni böyükdür, uzunu böyükdür, hündürlüyü böyükdür, necə böyükdür? İmam Sadiq əleyhissalam buyurur ki, xeyr, Allah Ekberu minəl vəsf. Onun böyüklüyü çatdırılmaqdan böyükdür. Yəni, onun böyüklüyünü biz tərif edə bilmərik, çatdıra bilmərik ki, necə böyükdür. İmam buyurur, Ekberu minəl vəsf. Yəni, bizim düşündüyümüz kimi fiziki baxımdan yox, cismi baxımdan yox, Allahın böyüklüyü bu deyil. Çünki onda cism olmuş olar. İmam Sadiq buyurur ki, o elə bir böyükdür ki, onu vəsf eləməkdən insan acizdir. Necə çatdırasan ki, bu necə böyükdür? Çünki la yudrikuhul əbsar və la yudrikuhul əfham. Onu nə düşüncələr dərk eləyə bilir, nə gözlər görə bilir. Və huvəl latiful xəbir. Quran deyir, o latifdir, hər yerdə var, ona heç nə mane deyil. Yəni, bunlar bizim düşüncənin üstüdə. Allah deyir ki, əkbər mənəm də, məndən o tərəfə əkbər yoxdur. Kimsə əkbərliyi eləmək istəsə, elə kibirlə əkbər eyni kökdəndirlər kəlmələr. Kimsə əkbərlik eləmək istəsə, böyüklük eləmək istəsə, Allah deyir, mən onu cəhənnəmə atmaqdan iba eləmərəm. Çünki mən deyirəm ki, sən bunu ilə işləsin, sən xilqəti və motoru təkəbbürlük yanacağından töksün, yanacaqsan, xarab olacaqsan. Olmaz. Sənin yaranışın budur ki, bilirsiniz də, Peyğəmbər buyurur ki, bu da hədisi qudsudur. Allah söz verir. Bu çox mühüm məsələdir ya, Allah söz verir. Allah deyir ki, mən söz verirəm sizə. Kim təkəbbürlük eləsə, onu sındıracağam. Təkəbbürlüyünü sındırmağa söz verir Allah. Kim təvazukarlıq eləsə, onu ucaldacağam. Sadəni də ucaltmağa söz verir. Allah da ki, la yuxlifullahul mi'ad, vədəllahi haqqun. Allahın vədəsi Quran nə qədər yerdə deyir ki, həqiqətdə məlumdur da, Allah da dediyinin dalından qaçmaz ki. Kim istəyir bəs ucalsın, gərək təvazukarlıq eləsin. Kim istəyir sınsın, Allah pənah versin. Təkəbbürlük eləsə Peyğəmbər buyurdu. Allah onu sındırar. Allah da bir nəfəri sındırandan sonra da onu heç kim qaldıra bilməz ki. Eyni zamanda Allah birini qaldırandan sonra dünya yığışa 7 milyard adam and ol Allahın Allahlığını onu sındıra bilməz. Mümkün deyil. O dua yəstəşirdə var, Allah-u Teala'la Peyğəmbər danışır, ərz edir, deyir, ilahi, sən elə bir Allahsan ki, la rafi'a lima vada'ta. Sən kimisə sındırsın, onu kimsə ucalda bilməz. Və la vadi'a lima rafa'ta. Sən birdən birini ucaltsın, onu heç kim alçalda bilməz. Allah deyir, kim təkəbbürlük eləsə, bir, mən onu sındıraram, kiçildərəm, 2, cəhənnəmə ataram. Qəti surətdə yaradan buna icazə vermir. Bu sifət mənim özümə məxsusdur. Allah deyir ki, bu mənim özümə məxsusdur. Sən kimsən ki, belə bir çıxması mənim qabağımda atılmadasın. Niyə? Çünki bilirsiniz, Həzrət Rəsullahın məşhur hədisi var, buyurur, o şey ki, Allah sizə vacib eləyib, orada sizin xeyriniz var. O şey ki, Allah sizə haram eləyib, orada sizin ziyanınız var. Bizə ziyandır ki, Allah deyib eləməyin. Təkəbbürlük haramdır, günahdır. Özü də böyük günahlardandır ki, hətta adamı har aparır? Küfrə aparır. Hədisdə var, imam buyurur ki, səbəblərindən biri bilirsiniz nədir? Təkəbbürlük niyə sizə haramdır? Yenə də Allah sizi çox istəyir deyə təkəbbürlüyü sizə haram eləyib. Niyə? Yəni, neyimizi istəyir? Təkəbbürlük eləsək nə olar ki? Hansı ziyana uğramış olarıq? İmam buyurur ki, təkəbbürlük dərəcəsi sənə nə qədər daxil olsa,
hər nə həddidə təkəbbürlü eləsin, yəni belə deyək də faiz etibarı ilə deyək də anlam üçün 1%, 5%, 10%, cürbəcürdə təkəbbürlü insanlar. Deyir, təkəbbürlü elədiyin qədər ağlın azalır. Allah deyir, təkəbbürlü eləmə, yəni dəli olma da. Allah deyir, məsələn, o Həzrət Peyğəmbərin hədisi var, kulli muskir haram. Bütün məst edicilər haramdır. Niyə? Dəli olursan da ağlın çıxır başından da. Dəli olursan ağlın çıxır başından. Və s. ilaxır. Deyir, təkəbbürlü nə qədər, neçə faiz sənə daxil olursa, neçə faiz təkəbbürlü eləyirsənsə, imam buyurur, həmən miqdar ağlın gedir. Bilirsiniz də, ağılla günahlar ziddiyyətli bir şeydirlər və bir-birinə düşməndilər. Bir çox günahlar var ki, onlar gələndə ağıl gedir. Çünki ağıl səni Allaha yaxınlaşdıran bir vasitədir. Günah isə iblisə yaxınlaşdıran bir vasitədir. İmam Sadiq əleyhissalam buyurur ki, "Əl-aqlu ma ubidə bihir-rəhman və qtusibə bihil-cinan." Ağıl odur ki, Allaha onu ilə ibadət edəyəsən. Görürsən, dəllərə ibadət vacib deyil. Sənə ibadət vacibsə, deməli ağlın var da. Və əgər ağlın varsa, deməli ibadət eləməlisən də. İmam buyurur, ağılla ibadət olunar Allah, ağılla cənnət qazanırlar. Deməli, ağıl bizi Allaha, cənnətə aparan yoldur. Bəzi günahlar var ki, onlar gələndə ağıl gedir. Bu, ola bilər biraz anlamı ağır olsun və çətin olsun. Amma istəsək də budur, istəməsək də. Sonra başqa bir hədisin deyim, qoy elə qalsın yadigar. Həzrət Zəhrayı xatırlar bizə pənah versin. İmam Kazım ağadan da hədis. Hətta miqdarın deyir nə qədər. İmam buyurur ki, əgər bir nəfər haram üzündən ehtiraslanarsa, ağlının 2/3 dərhal uçur. Çünki o ağılla ziddiyyətli bir şeydir. Gəldi, ağlı aparır. Yəni, o gəldi, ağıl gedir. Yəni, insan fikirləşməlidir, mən burada kimə yer verəcəyəm, ya burada kimə yer verəcəyəm. O hədis var, məsələn, məşhur, hamımız da əzbər bilirik, dəfələrlə demişik, səbəbsiz deməyib ki, İmam Sadiq əleyhissalam, qəlb, aleykümselam, Allahın hərəmidir. Və la təcəl fi hərəmillah qeyrəllah. Allahın hərəmində, Allahdan başqa heç kimə yer vermə. Bilirsiniz, niyə deyir İmam Sadiq abını? Deyir, Allah oranı özünə məxsus eləyib. Sən gətirib ora başqasını salsın, Allah çıxacaq oradan. Səbəb budur. Bu da doğrudan yaraşmaz ki, adam ev yiyəsinin özünü oradan çıxır. Təsəvvür eləyin, indi burada hamı qonaqdır da, qərib bir vilayətdəyik də, hə? Fərz eləyin, bir nəfər burada evin sənə verib. Təmənnasız, pulsuz, parasız. Ayda filan qədər pul ödənirdi kirayələrə, düzdür? Təmənnasız evin verib sənə ki, qal burada. Nə qədər buradasan 5 il, 10 il, 20 il fərq eləmir. Mənim bu evim qalıb boş, mən sənə ehsan edirəm, qal ki. İndi bir gün elə bir dənə şərait yaranıb ki, ev yiyəsi səndən xahiş edir ki, onlar bu gecə mən gəlim sənin yanında qalım, deyirsən yox. Necə olar? Yəni, bu adama nə deyərlər? Yəni, ən azından da məsələn mədəniyyətsiz indi, Kərbəlayı deyir Bespantovu. Hər nə istəyirsən dedi, bəli. Həqiqətən belədir də yəni. Mədəniyyətsiz də. Yəni, Allah deyir ki, buranı mən özüm üçün tikmişəm. İmam Sadiq deyir, la təcəl fi hərəmillah qeyrəllah. Allahın evinə ondan başqa heç kimi buraxma. Düzdür, hubbi məhbubi Allah elə hubbi Allahdır. Fəlsəfədə qanun var. Birdən sual çıxar ki, bəs Allahdan başqa heç kimi sevməyək, bəs məsumlar. Fəlsəfə deyir ki, yox. Allahın sevdiklərini sevmək, elə Allahı sevmək deməkdir. Və bunu bizə Quran sübut edir. Yəni, bir nəfərin Buxarat-ı sinəsindən
Çıxmayıb bu. Nəfsi istinbat deyil. Quran demir, əti'ullah və əti'ur rəsul və ulil əmri minkum. Biz Peyğəmbərə niyə itaat edirik? Allah deyib eləyün eləyirik də. Allah deməsəydi eləməzdik ki. İmama niyə itaat edirik? Allah deyib eləyün eləyirik də. Allah deməsəydi eləməzdik ki. Allah seçməsəydi biz Həzrət Əliyə imam deməzdik ki. Bu günlər ki, çoxları məsələn düşüb Həzrət Əmir əleyhissalama hürürlər bəzi düşmənlərə. Məlum İmam Sadiq ağa deyir, elə bir it görmədim bizə hürə, qotur, tutmaya. Bu heç. Onların, yəni nə qədər ki tövbə eləməyiblər, nəsilləri qotur olacaq. Buna işim yoxdur. Amma məsələ bundan ibarətdir ki, imama itaəti biz buna görə eləyirik ki, Allah əmr eləyib ki, itaət eləyin. Baxın, düşmənlər bu günləri nə qədər çalışırlar. Hətta görün nə həddə gəlib çatıb. Həzrət Əli əleyhissalama belə deyək də, şübhə yaratmaq üçün hər şeyi şübhə altına salırlar, o cümlədən Kəbəni. Ağanın mövludu keçdi, deyirik ki, yeganə şəxsiyyətdir bəşəriyyət aləmində ki, Kəbənin içində dünyaya gəlib. Qiyamətəcən də daha olmayacaq da, bu bilirsiniz. Həzrət Əmirə məxsusdur da bu. İndi deyirlər ki, bunu niyə fəzilət deyirsiniz? O şərəfsiz vəhabilər deyir, zatılarına lənət. Deyirlər ki, niyə belə deyirsiniz? O vaxt Kəbədə bütlər var idi. Allah yenə də sizə lənət eləsin. Ay vəhabilər. Kəbədə bütlər var idi. Kəbədə bütlər olanda, bəs nə yaxşı üzü o tərəfə Peyğəmbər namaz qılırdı. Nə yaxşı Peyğəmbər Kəbənin ziyarətinə gəldi. Hicrətin 6-cı ilində, Məkkə fəth olub hicrətin 10-cu ilində. Düzdür, müşriklər buraxmadılar o Hüdeybiyyə sülhü əmələ gələn il. Peyğəmbər bilmirdi, orada bütlər var. Əgər Kəbə müqəddəs deyil idi, Həzrəti Rəsulullah niyə ora gəlirdi? Halbuki ki, Allah Peyğəmbərə demişdi ki, bütlər olsa da ged oranı təvaf elə. Elə deyil. Nəcm surəsi 3-4-cü ayə demir və ma yantiqu anil hava. Peyğəmbər öz nəfsindən bir iş görməz. Allah desə eləyər. Allah göndərmişdi də onu ora. Deyirlər ki, bütlər var idi orada. Bu fəzilət deyil ki, Həzrət Əli üçün. Yəni, məscidə götürüb biz bir şey qoysa, məscidin fəzilətini təsir eləyər. Fəzilət nəcis bir şey götürdük məscidə. Ya bütü qoyduq məscidə, məscidin fəzilətini təsir eləməz. Və əgər Kəbənin içində büt olanda, ay vəhabilər, ay şərəfsizlər, Kəbə dəyərini itirirsə, onda sizin sözünüzlə, qoy ora baxımda, baxanda üzümə baxsınlar. Onda sizin sözünüzlə Allah mütəal səhv eləyib. De söz arda, Peyğəmbər dünyaya gəlməmişdən 70 gün qabaq, fil hadisəsi baş verəndə, Ələm tərə keyfə fəalə rabbukə bi əshabil fil, Peyğəmbər görmədin, Rəbbün fil səhabəsinə neynədi? Ələm yəcəəl keydəhum fi təzlil, onların hilələrin öz başlarında çatladmadı. Və ərsələ aleyhim tayrən əbabil, onlara əbabil quşların göndərmədi. Niyə? Tərmihim bi hicarətin min siccil, onları daşladılar, yanan daşlarla vurdular onları. Haçan idi bu? Bilirsiniz, onda hicrət falan yox idi da hələ. Milad var idi, milad tarixi. Hicrət Peyğəmbərin Məkkədən Mədinəyə köçməsində hicrət falan yox idi ki. Yəni, miladın 570-ci ilində Peyğəmbər dünyaya gəlməmişdən 70 gün qabaq. Quran da bizə danışır, düz? Allah neynədir? Kəbəni qorudu, qorumadı. Onda Kəbə bütlə dolu idi, yoxsa yox. Əgər
Kəbədə bütün olmağı, Kəbənin dəyərin salırsa və bütxana sayılırsa, vahid və əhəd olan Allah bütxananı mı müdafiə edirdi? Bütləri qoruyurdu Allah o əbabilləri göndərməklə. Bütxananı qoruyurdu Allah. Hayır çəkiliş vardı, daha başqa söyə bilmirəm. Allah bunlara lənət eləsin. Hə vallahi Allah haqq. Sonra deyirlər lənət. Buna nə deyəsən başqa? Nə deyəsən başqa? Və bunu deyirəm, and ola Allaha. Əgər orada Həzrət Əli ya digər imamlardan başqa kimsə dünyaya gəlsəydi, təsadüfən olsaydı və o adam müşrik də olsaydı, gözümüzə soxardılar onu. Necə ki, bəzi ölənəcən bütün yerə qoymayan şərəfsizlərə ağa deyirlər. Amin. Amma söhbət imamətə gələndə daş düşür başlarına. Bir dəfə söhbətlərin birində Allahın inayəti ilə işarə eləmişdik. Baxın, deyəndə ki, Kovsər Həzrəti Zəhra salamullah əleyhaya işarədir, işarə olmağın belə qəbul eləmirlər. Həzrəti Məryəm salamullah əleyhanın adına bütöv surə var, heç etiraz edən yoxdur. Niyə? Çünki Həzrəti Məryəmin bir dənə oğlu var idi ki, Allahın nəbisi idi. Və bunun inkarı bərabərdir küfrə. Amma neynək? Bir dini var idi ki, Allah tərəfindən nazil olmuşdu. Peyğəmbər qeybə çəkiləndən sonra təhrif oldu. Bu dinin, bugün əldə olan Məsihi dininin zalimlara maneçiliyi yoxdur. Ona görə nə Həzrəti Məryəmlə işləri var, nə Həzrəti İsa'nın. Amma deyəndə Həzrəti Fatimənin 11 dənə balası var ki, dünya zülmünün qabağında bunlar dayanıblar və dünya zülmünün kökün bunlar kəsəcəklər. Ona görə zalimlər var gücləri ilə bunlarla dava eləyirlər. Həzrəti İsa'nın heç kim dava eləmir. Həzrəti Məryəmlə heç kim dava eləmir. Amma İmam Zamandan hamısı dava edir, İmam Hüseyndən hamısı dava edir. Amma insafla deyək, doğrudan bir nəfər otursun. Oturublar, eləyiblər deyə bunu sadəcə bəziləri boynuna almırlar. İmam Hüseyin əleyhissalam buyurdu ki, əgər mən Yezidlə beyət eləsəm, da bu, hamı bunu qəbul edir də, ələl-İslami və səlam, gərək İslamın Fatihəsi oxulsun. İmam Hüseyin ağa buyurdu da, dedi, əgər mən indi zülmə etiraz eləməsəm, da bundan sonra zülmə etiraz eləyən olmayacaq. Ona görə zalimlər bunu ilə dava eləyirlər. Niyə? Onların bazarını açmağa qoymur. Onların bazarını açmağa qoymur. Ona görə zalimlər bunu ilə dava eləyirlər. Bir dənə də başqa misal deyim sizə. Günümüzdən Venezuela'da baş verən hadisəni gördünüz. İyul ayında həmən hadisə İranda baş vermişdi. Birinci bombardıman eləmək, fikri dağıtmaq, kimlərisə qətlə yetirmək və sonra 3 nəfər oğurlanmalıydı. O planları baş tutmadı. Ona görə də təbii ki, rəhbərlə düşmən olacaqlardı. Niyə? Çünki dişləri batmır. Çünki dişləri batmır. Niyə imamətlə bunlar düşməndilər? Çünki imamət elə bir paklığa malikdir ki, heç cür ləkələmək olmur. Məsum budur da, heç cür ləkələmək olmur. Yəni, bir variant yoxdur ki, buna qara yaxasan. Yerdə qalan hamısına bir vedrə bağlamaq olar da. Bunlara bağlanmır da, yapışmır, mümkün deyil. Yəni, kim bunlara dəyirsə özü yıxılır. Heç kim bunlara heç nə eləyə bilmir. Ona görə yanırlar. Düşmənlər ona görə partlayırlar. Ki, bu çox əcib qərib bir şeydir. Bu nə deyir? Siz təsəvvür edirsiniz, 14 əsrdə nə qədər insanlar məhərrəmliyə qarşı çıxıblar. Sayı doğrudan bilinmir də, yəni söz gəlişi deyil ki bu. İmamətə qarşı çıxıblar. Demişəm, yenə də deyirəm, yəni bunlar
ibrətdir də biz üçün. Zaten Allah da Quranda keçmiş hadisələri danışanda deyir ki, ibrətun li ulil əlbabda. Ağlı olanlar üçün deyir bu ibrətdir də. Həccac ibn Yusif, Allah lənət eləsin. Əli sözünü deyənlər, Həzrətin adını çəkənlərin cəzasını bu cür müəyyənləşdirmişdi. Boyunlarından dəli açdırırdı. Cəllad dilini dartıb boynundan qopardırdı Əli deyənin. Niyə? Əli adını yığışdırsınlar. Nə oldu? Neynədilər? İndi Həccaca bax, Həzrət Əliyə bax. İmam Hüseynə bax, Yezidə bax. Allah xanım Zeynəbin ziyarətini, şəfaatini nəsib eləsin inşallah. Aşuradır ya Aşuranın səhəridir. Bilirsiniz, tarixlər bəziləridir 10-cu gün elə əsr vaxtı çıxdılar, bəziləridir 11-ci gün çıxdılar. Hər halda, hər hansı gündürsə. Əsrlər Kərbaladan çıxır. Şeyx Səduq yazır bunu. Əsrlər Kərbaladan çıxır. Cənazələr yerdə nəinki dəfn eləməyə, ağlamağa qoymurlar. Xanım Zeynəb İmam Səccad ağaya belə dedi. Kərbaladan çıxa-çıxa. O çətinliyin içində. Dedi ki, narahat olma. Bu gördüyün cənazələr dəfn olunacaq. Bunların qəbri hərəm olacaq. Bütün haqqı axtaran insanların hidayət məşəli buradan nurlanacaq dünyaya və bütün insanlar bura baxıb haqqı tapacaqlar. İndi narahat olma, cənazə qalıb yerdə. Bax, ona xanım Zeynəbin məqamı deyə bu məsuma bir dənə gələcəkdən xəbər verir. Bilirsiniz, xanım Zeynəb salamlı aleyhanın məqamı fərqli bir məqamdır. İmam Hüseyn ağa, İmam Səccad ağa, Şeyx Səduq deyir, bunlar iki dənə məsum, o bir məsumlar da deyiblər. Birisi də xanım Zeynəb salamlı aleyha 7 dənə məsum görüb. 7 dənə. Peyğəmbər sallallahu aleyhi və səlləm, Həzrəti Əli aleyhissalam, Həzrət Zəhra salamlı aleyha, İmam Həsən aleyhissalam, İmam Hüseyn aleyhissalam, İmam Səccad aleyhissalam, İmam Baqir aleyhissalam. 7 dənə məsum görüb. İmam Hüseyn ağa deyir, meydana gedəndə xanım Zeynəbdən elədiyi xahişlərdən biri bu idi. Bacı, gecə namazında məni dualarda unutma. Məsum imam bir nəfərdən dua istəyir. Şeyx Səduq deyir ki, İmam Hüseyn xanım Zeynəbdən onu dua etməsini xahiş elədi. Eyni zamanda İmam Səccad ağa da deyir. Xanım Zeynəb, İmam Səccad ağa deyir ki, bu cənazələr dəfn olunacaq, bunların qəbirləri hərəm olacaq və dünya haqsevərlərinin hidayət məşəlinə çönəcək. Hamı bu nura baxıb hidayət olacaqlar. Real, bugün görürük. İndi bugün də bəzilər var, biri məhərrəmliyə qarşı çıxır, biri məclisə qarşı çıxır, biri imamətə qarşı çıxır, biri vilayətə qarşı çıxır, biri imam zamana qarşı çıxır, biri nişançı qoyur, snaperçi qoyur ki, imam zaman zuhur eləyəndə Kəbənin yanında vurarsınız. Biri nə bilim neyini, biri nə oyun çıxardır. Bunlar hamısı məhvə məhkumdular, bir mənalı olaraq 100%. Allah bizə pənah versin, həqiqətin qabağında təkəbbürlük eləməyək ki, həqiqətdən uzaq düşüb, Allah eləməmiş, küfrə düşmüş olarıq. Allahın verik, öz Allahlığına xatir günahlarımızı əff eləsin, aqibətimizi xeyirli eləsin, İmam Zaman ağanın zuhurunu təcil eləsin, İmam Zaman ağaya xatir günahlarımızı əff eləsin, İmam Zaman ağanın sayəsində rəhbər müəzzəm və sair məraziyi hifz eləsin, duaların barəmizdə qəbul eləsin, tərəfdarların müvəffəq, düşmənlərin xar eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.